Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim və bihi nəstəyin. Salamlayıram sizi dəyərli tamaşaçılar. İnşallah ki Allah Teala ibadətlərinizi qəbul eləsin. Bugün Ramazan ayının 7-ci günündə sizin üçün 7-ci ayə haqqında, yəni günlərin sayı ilə hər gün bir ayə olaraq bugün 7-ci ayəni sizə təqdim edəcəm. 7-ci ayədə də təqribən Ramazan ayının 1-ci günündə danışdığımız mövzu barəsindədir. Yəni düşmənşünaslıq, hansı ki biz qeyd etmişdik ki, hətta Allah Təbarək və Təala Adəm əleyhissalamı ilk yaratdıqdan sonra ona düşməni tanımağı öyrədir. Yəni Qurandan ayəsini də təqdim etmişdik. Eləcə də 7-ci cüzdə Maidə surəsi 82-ci ayədə biz bugün necə yaşamalıyıq, necə əməl etməliyik, düşmənimizi necə tanımalıyıq və hansı işləri görməliyik deyə qeyd olunur. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Lətəcidənnə əşəddənnəsi ədəvətən lilləzīnə əmənul yəhudə vəlləzīnə əşrəku. Allah Teala buyurur ki, şübhəsiz insanların iman gətirənlərə qarşı düşmənçilikdə ən qatısının yəhudilər və müşriklər olmasını görəcəksən. Peyğəmbərə buyurur. Yəni şübhəsiz ki, sən görəcəksən ki, yəni insanlara qarşı ən qatı düşmən, yəni iman gətirənlərə qarşı ən qatı düşmən məhz müşriklər, yəni Allaha şərik qoşanlar, kafirləri nəzərdə tutur və yəhudilərdir. Əgər biz Qurana müraciət etsək, müxtəlif ayələrdə, yəni bu barədə müşriklər və yəhudilər barəsində rast gələ bilərik. Və eləcə də tarixdə, yəni Peyğəmbərin zühur etdiyi, yəni İslamla zühur etdiyi bir dönəmlərdə biz görəcəyik ki, onunla mübarizə aparan şəxslər məhz onlar idi. Və Musa əleyhissalam barəsində Qurana müraciət etdiyimiz zaman və hədislərə müraciət etdiyimiz zaman görəcəyik ki, Musa əleyhissalam Yəhudi qövmündən bizar idi. Nəyə görə? Məhz buzova pərəstiş etdiklərinə görə. Lakin Peyğəmbərin tarixinə, yəni İslam tarixinə baxdığımız zaman görəcəyik ki, Hz. Muhammed sallallahu aleyhi və səlləm məhz əhd pozmaqlarından bizar idi. Yəni onlar həmişə əhd bağlayırdılar, istər müşriklər olsun, istər yəhudilər olsun, əhd bağlayırdılar və daha sonra əhdlərini pozurdular. Bugün də biz görürük ki, hətta tarixi mütaliə etdiyimiz zamanda müşahidə edə bilərik ki, 70-dən çox peyğəmbəri öz dövrlərində olan peyğəmbərlərə müxtəlif əziyyətlər edirdilər və peyğəmbərləri incidirdilər. Eləcə də bizim peyğəmbərimizi. Və məhz bu gün də biz görürük ki, dünyada bu qövm hökmranlıq etmək iddiasındadır və başqa insanları, başqa təbəqədən olan insanları, başqa dindən olan insanları özündən daha aşağı bilir. Və bu ayədə məhz Allah Təbarək və Təala bizə çatdırır ki, biz iman gətirən şəxslərə nisbətdə kimlərin qatı düşmənçilik etdiyini məhz görək və bilək. Əgər düşməni tanıdıqsa, bildiksə, onda biz nə etməliyik, hansı işləri görməliyik onların müqabilində ki, zərər görməyək. Baxın, ötən dəfələrdə də qeyd etmişdim, yəni Ramazan ayının 1-ci günündə olan ayəmiz də bu bəhslə bağlı idi. Lakin bir fərqlə ki, orada düşməni razı salmaq məsələsindən gedirdi. Yəni sən başqa dinlərdən olan kəslər ki, İslamla mübarizə aparırlar, onları hər nə qədər razı salmağa çalışsan da bacarmayacaqsan, ta ki öz dinini onlara fəda edəsən və onlara tərəf gedəsən. Burada isə məsələ bundan ibarətdir ki, qatı düşmənçilik barəsində, iman gətirən şəxslərə qarşı qatı düşmənçilik barəsində qeyd olunur ki, hansı dəstələr daha çox düşmənçilik edirlər. Birincisi qeyd olunur ki, yəhudilər, ikincisi müşriklər. Bugün də biz baxırıq ki, bəli, bizim övladlarımız üçün, bizim müsəlman ailələri üçün bütün proqramı sosial şəbəkələr vasitəsilə və yaxud kinofilmlər vasitəsilə və müxtəlif vasitələrlə onlar zərər yetirməyə və ələ almağa çalışırlar. Yəni etiqadı, inancı, fikirləri, mədəniyyəti dəyişməyə və ələ almağa çalışırlar. Bəs yaxşı, biz nə edək bunun müqabilində?
İlk növbədə əgər biz düşmənşünaslığı bildiksə, yəni müqabilimizdəki şəxsləri tanıdıqsa, söhbət yəni adi inanclı Yahudiyyətdən və yaxud da İslamla işi olmayan kəslərdən getmir. Söhbət o kəslərdən gedir ki, məhz proqramlı surətdə gecə-gündüz protokollar hazırlayırlar, gecə-gündüz İslamı aradan aparmaq üçün çalışırlar. Bəs biz onların müqabilində nə edək, necə əməl edək? Düşmənin planları barəsində gərək öncə agah olaq. Yəni bilək ki, onlar müqabilimizdəki şəxsi tanıdıqdan sonra bilək ki, onlar bizə nisbətdə hansı planları qururlar, hardan yaxınlaşırlar. Məhz bugün bir qadın olaraq əgər qadınlara müraciət etsək, görəcək ki, hətta onların özlərinin, yəni yazdıqları kitabda, öz təcrübələri, xatirələrində belə mütaliə etsək, görəcək ki, məhz onlar cəmiyyətdə azğınlığı artırmaq üçün müsəlman qadınlarını, İslamda olan qadınları birinci yoldan çıxartmağa çalışırlar. İlk növbədə bugün əgər biz dünyaya baxsaq, görəcəyik ki, feminizm cərəyanları ilə qadınlara təlqin edirlər ki, evdarlıq pisdir, məsələn, ailədə həyat yoldaşına itaət pisdir, bu kimi şeylər və övlad yetişdirməyi, nə bilim, xidmət göstərməyi ailəyə, İslamın yəni buyurduğu bir çox şeyləri yanlış çatdırmağa çalışacaqlar və çalışırlar da və hətta deyərdim ki, bu zəminədə çox da müvəffəqiyyət əldə ediblər. Məhz bərabərlik adı altında feminizm cərəyanı ilə qadınları, İslamda olan müsəlman qadınlarını evdən kənara çəkməyə çalışırlar ki, qadın məhz evi tərk etsin və yalnız və yalnız çöldə kişi kimi eyni bərabər şəkildə çalışsın, işləsin, iş yerində olsun və evdən uzaqlaşsın. Əgər bu işdə müvəffəq olsalar, sözsüz ki, bir çox şeyi əldə etmiş olacaqlar. Eləcə də bir çox İslamın qanunlarının əleyhinə gecə-gündüz proqramlar qurur və əks təbliğlər aparırlar. Bəs deməli, biz agah olmalıyıq ki, qarşımızdakı şəxs kimdir və hansı planları qurur və bizim qadınlarımızı həyadan, iffətdən uzaqlaşdıraraq hansı işləri görməyə çalışır. Sözsüz ki, əgər belə götürsək ki, qadın evin qəlbidir və o qəlb zərər görsə, qadın evin döyünən ürəyidirsə, döyünən ürək zərər gördüyü zaman sözsüz ki, bütün bədən zərər görəcək. Bu yüzdən də bir qadının, yəni azğınlığa düçar olması, çirkaba düçar olması məhz bir cəmiyyətin çirkaba düçar olmasına səbəb olur. Çünki gəlin qəbul edək ki, qadın evdə böyük rolu yəni təşkil edir, böyük rolu ifa edir. Və məhz qadın əgər evdən kənarlaşsa, övladdan, ailədən kənarlaşsa, bir çox planları sözsüz ki, öz yerini tapacaq. Və biz o planları bilməliyik, onun müqabilində addım atmaq üçün çalışmalıyıq. İkinci nöqtə budur ki, düşmənin mənfi təbliğləri qarşısında müsbət təbliğlər hazırlamaq lazımdır. Yəni, İslam dəyərlərini dəstəkləyən hər hansı bir şeylər varsa, onları dəstək olmaq, kömək olmaq, paylaşmaq və yaxud da bildiyimiz hətta insanları məlumatlandırmaq və maarifləndirmək lazımdır. Və çox halda da düşmənin işi bundan ibarətdir ki, İslamın həqiqətən qadının və insanlığın xeyrinə olan qanunlarını kölgə altında saxlamağa və ləkələməyə çalışırlar. Və biz bunları bilsək, bildikdən sonra görəcəyimiz işlərdən biri budur ki, düşmənin mənfi təbliğləri qarşısında müsbət təbliğləri təqdim edək. Və üçüncü nöqtə bundan ibarətdir ki, düşmənin malları məsələsi. Baxın, bir çox xəstəliklər indi baş qaldırır. Baxırıq ki, əgər dünən məsələn bir neçə il bundan əvvəl xərçəng xəstəliyi az idisə, bugün günü-gündən artmaqdadır və bugün məsələn görürük ki, düşmən az olmasına baxmayaraq qüdrət tapır. Bunlar nəyin sayəsindədir? Bunlar müsəlmanların dəstəyi sayəsindədir. Yəni, hətta onlar bizim üçün istehsal etdiyi qidalarda, dərmanlarda belə bir çox şeyləri bizə təqdim edirlər ki, biz özümüz də naagah olduğumuz üçün, yəni bilmədiyimiz üçün onlardan istifadə edirik. Hətta bəzən müsəlmanlara deyirsən ki, filan markadan istifadə etmə. Bu düşmənin ordusuna gedir və müsəlmanların qırılmasına, öldürülməsinə gedir. Tez deyirlər ki, bir nəfərlə nə olacaq? Əlbəttə ki, bir nəfərlə çox şey olacaq. Və düşmənin mallarını əgər müsəlmanlar boykot etsələr, həm öz sağlamlıqlarının qayğısına qalacaqlar, həm də
düşmənin işinin qüvvət tapmasına sözsüz ki, mane olacaqlar. Bəs deməli, düşmən mallarını, markalarını iki cəhətdən nəzərə alaq. Hətta deyərdim ki, üç cəhətdən. Biri budur ki, sağlamlığımıza zərərli ola bilər. İkincisi budur ki, məhz yəni onun tərkibində özümüz bilmədən hansısa haram bir məhsullar ola bilər, maddələr ola bilər ki, bizim mənəviyyatımıza da mənfi təsir göstərsin. Üçüncü cəhətdən diqqət etməliyik ki, bir müsəlman olaraq bizim vəzifəmizdir ki, düşmənin ordusuna dəstək olmayaq və əks təbliğlər aparaq və müsəlmanların qorunub saxlanmasına dəstək olub kömək olaq. Mən düşünürəm ki, Ramazan ayı bunun üçün ən münasib aydır. Bugünlük söhbətimi tamamlayıram. Sizi Allaha əmanət edirəm. Gələn dəfə görüşmək ümidi ilə sağ olun, salamat qalın.